Təbiət qədər dəyərli heç bir şey yoxdur. Biz hava ilə nəfəs alırıq. Biz susuz 3 gün də yaşaya bilmərik. Biz torpaqdan, ağaclardan enerji alırıq, ondan qidalanırıq. Amma təəssüf ki, insan bunun haqqında gün ərzində çox az düşünür. Hər bir kəs kiçik bir addım atmaqla bu işə möhtəşəm töhfə verə bilər. İnanıram ki, birlikdə biz çox gözəl işlər görə bilərik və Allahın bu möcüzələrini qoruya bilərik. Bildiyiniz kimi, mama insanların ilk sözüdür. Həyat ondan başlanır və hamı üçün bu ən əziz sözdür. Bu sərgidə bütün dünyadan rəssamlar iştirak edəcəklər və onlar bu sözün onlar üçün hansı məna daşıdığını göstərəcəklər. Bizim hamımızın bir anası var, bu da bizim dünyadır.